Bugünkü mövzumuz MİK qrupu ilə Azərbaycan iqtisadi coğrafiyası, Azərbaycan kənd təsərrüfatı, sənayesi və s. Nasbəri xanımla başlayırıq. Azərbaycan İnsan İnkişaf İndeksinə görə hansı qrupa aiddir? İqtisadi inkişafına göre orta oldu. İqtisadi inkişafı orta olan ülkelere, orta yüksek. Orta yüksək olan ölkələrə. 2003-cü ildən 2018-ci ilə qədər Azərbaycanda yoxsulluq dinamikasına nəzər yetirsək, çoxalma müşahidə olunur, yoxsa azalma müşahidə olunur? Azalma. Azalma. Bəs 2003-2019-cu illər dinamikasında istehsal olunan məhsul və göstərilən xidmətlərin dəyərinin ölçülməsinə görə hansı illərdə istehsal olunan məhsul və göstərilən xidmətlərin dəyəri maksimum olmuşdur təxminən? Onu verdim. Yalan deyirəm. 2014-2015-ci illərdə. Yaxşı. Azərbaycanın hazırki iqtisadi inkişafı müəyyən mərhələlərdən keçmişdir. Azərbaycan hal-hazırda aqrar, sənaye yoxsa post-sənaye mərhələsindədir? Sənaye mərhələsində. Yaxşı. Azərbaycanın təsərrüfat sahələrinin quruluşu bir-birindən fərqli olmuşdur. Ümumiyyətlə, Azərbaycan inkişafında hansı mərhələlərdən keçmişdir? Aqrar sənaye, bir də sənaye. Bildim. Yəni 4 mərhələdən keçmişdi. 1, 2, 3, 4 düzdür. Birinci mərhələ neçənci il, ikinci mərhələ neçənci il, üçüncü mərhələ neçənci il, dördüncü mərhələ neçənci illərə əhatə edir, belə deyək. Birinci mərhələ 1900-cü ilə qədər, ikinci mərhələ 1900-1940, üçüncü mərhələ 1940-1990, dördüncü mərhələdə 1990-dan bu tərəfə olur. Aha. 1900-cü ilə qədərki mərhələdə kənd təsərrüfatı daha çox necə təsərrüfatlarda cəmlənmişdi? Ancaq yüngül yeyinti sənayesi inkişaf etmişdi. Qalan sahələr o qədər də inkişaf etməmişdi. Yəni kənd təsərrüfatı da ancaq şəxsi idi, şəxs təsərrüfatlarda cəmlənmişdi. Həmin dövrdə Azərbaycandan xarici ölkələrə daha çox hansı məhsullar ixrac olunurdu? Kürü, xalça, daha sonra yun parça, ipək parça və s. Nefti də xüsusi qeyd elə, yaxşı. 1900-1940-cı illəri əhatə edən ikinci mərhələdə artıq Azərbaycan dünyanın ən qabaqcıl dövlətlərindən birinə çevrildi. Hansı faydalı qazıntı hasilatına görə? Neft. Neft hasilatına görə, düzdür. Artıq neft hasilatının artması nələrin istehsalına tələbatının artmasına səbəb oldu? Bu dövrdə neft maşın qayası məhsulları istehsal olunmağa başlandı. Bir də neft mədən avadanlıqları. Həm onlar öz yerli tələbatımızı ödəyirdi, həm də xarica satış məqsədi daşıyırdı, düzdür. Artıq üçüncü mərhələdə nə baş verdi? Üçüncü mərhələdə artıq Azərbaycan neft maşın qayırması ölkənin ixtisaslaşmış sahəsinə çevrildi. Və bu mərhələdə neftdən başqa qeyri-neft sektoruna da inkişaf ayrıldı. Məsələn, hansı sahələr? Mingəçevirdə su elektrik stansiyası yarandı. Daha sonra Bakıda məişət kondisionerləri zavodu, Bakıda boru prokat, digər rayonlarda da bəzi zavodlar yaradıldı. Daşkəzanda filiz saflaşdırma, Gəncədə alüminium zavodu, bəli. Dördüncü mərhələdə bəs, artıq dördüncü mərhələ Azərbaycanın iqtisadi inkişafının kulminasiya mərhələsi. Dünyaya inteqrasiya olundu bu dövrdə. Əsrin müqaviləsi imzalandı. Neçənci ildə müqavilə imzalanıb, ayın neçəsində, neçə ölkə arasında? 1994-cü ildə 21 sentyabr olmalı çevrilmişsə, bir də ki 20-dən çox ölkə. Aha, müqaviləyə əsasən yeni neft yataqlarının istismarı üçün xarici investorlar ölkəmizə nələr qoydular? İnvestisiya qoydular. İnvestor nədir? İnvestisiya qoyan şəxsdir. Onu da biz keçən dərslərimizdə dedik. İnvestorları cəlb etmək üçün ölkəmizdə ələ faizləri fəaliyyət göstərir və bu kimi xüsusi qeydlər var idi ki, əvvəlki dərslərimizdə bu barədə biz söhbət etmişdik. Azərbaycanda hansı kəmərlər var? İstər neft, istər qaz kəmərləri? Bakı, Tbilisi, Ceyhan, Bakı, Tbilisi, Qars, Bakı, Ərzurum və s. Bakı, Ərzurum qaz kəməri, Nasbəri xanım, hansı yataqdan çəkilibdir? Onu bilmirəm mən. Şahdəniz yatağından çəkilibdir. Ərzurum şəhərinə birləşir. Orada Türkiyənin BOTAŞ şirkəti vasitəsilə dünya bazarına nəql olunur. Yaxşı.
Aldım, evet. Daha sonra əhalinin gəlirlərinin artmasına səbəb oldu bu sahələrin inkişafı, bu boru kəmərlərinin çəkilməsi. Ümumiyyətlə yadda saxlayın ki, Azərbaycanda şərqdən qərbə doğru gedən Bakı Tiflis Ceyhandır, Bakı Subsadır, Bakı Ərzurumdur. Bunlar hamısı Bakıdan keçir. Şirvan Salyandan keçir, İqtisad coğrafi rayonları deyirəm amma, Mərkəzi Arandan keçir, Gəncə Daşkəsəndən keçir, Qazax Tovuzdan keçir. Hamısı bu İqtisad coğrafi rayonlardan keçir. Aydındır, Şirvan Salyanın Hacıqabır rayonundan keçir. Daha sonra iqtisadi islahatların həyata keçirilməsi üçün müxtəlif illəri əhatə edən dövlət proqramları qəbul olunur. Artıq bu müasir mərhələdə də, 4-cü mərhələdə. Bunlardan biri də strateji yol xəritələri adlanır. Bu qeyd edir ki, proqram tərtib edilərkən müxtəlif regionların potensialı, problemləri nəzərə alınır. Daha sonra görüləcək işlərin siyasi tərtib edilərək vəsait ayrılır. Yəni, strateji yol xəritəsi məhz budur. Azərbaycan iqtisadiyyatını gücləndirmək, neft gəlirlərindən asılılığı aradan qaldırmaq, əhalinin rifah halını yüksəltmək üçün strateji yol xəritəsi sənədində xeyli sayda tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Bu bir növ elə bil ki, regionların iqtisadi inkişaf sənədidir. Azərbaycanın ümumdaxili məhsulunun strukturunda hansı sahənin payı daha çoxdur? Sənayenin. İkinci yerdə İkinci yerdə ticarət. dəqiq ticarət. Bəlkə İkinci yerdə digər sahələr. Ondan sonra ticarət, xidmət, ondan sonra tikinti. Evet. Aydındır. Yaxşı Nazbər xanım, keçək Aygun xanıma. Aygun xanım, eşidirsiniz? Bəli, mənim iştiram. Ölkəmizdə yanacaq energetikanın inkişaf etməsinin əsas səbəbi nədir? Neft qaz hasilatı emalı, Sonra? elektrik enerjisi istehsalı. Aha. Neft hansı ərazilərdədir? Neft Abşeronda, Bakıda, Şirvanda, Salyanda. Azərbaycan nefti nə yaşlıdır Aygun xanım? Necə müəllim? Azərbaycan nefti nə yaşlıdır? Yəni hansı suxurlarda? Kaynazoy və Mezozoy. Mezozoy yaşlı suxurlarda hardadır? Muradxanlıda yerləşən. neft Muradxanlıda, İmişlidədir, Mil düzündə. Bəs biri də var axı, o hardadır? Molla kənddə, Kürdəmirdə. Şirvan düzündədir, tamamilə doğrudur. Potensial neft yataqları hardadır? Ceyran Perspektiv çöldə. deyirik ona, perspektiv neft ehtiyatları. Bəli, Yaxşı, Ceyran çöldə. ölkəmizdə olan neft kəmərlərinin zəhmət olmasa bir sayadılır, ölkəmizdən çəkilən. Bakı Ceyhan neft kəməri, Bakı Subsa, bir də ki Bakı Novorossiysk. Bunların hansı şimal istiqamətdədir? Bakı Novorossiysk şimaldır. Aha, digərləri qərb. Qərb istiqamətdə. Bakı Tiflis Ceyhan sonuncu nöqtəsi hansı liman olur? Bakı Tbilisi, Bakı Tiflis Ceyhan Bəli. boru kəməri, Ceyhan neft kəməri, limanına Ceyhan qədər limanı olacaq. Türkiyə. Bəs Bakı Subsanın sonuncu limanı hansı şəhərdir? Gürcüstanda Poti. Poti limanıdır. Bax bayaqları bacım, mən qeyd etdim ki, Bakı Subsadır, Bakı Tiflis Ceyhandır, Bakı Ərzurum qaz kəməridir. Bunlar başlayırlar Bakıdan, keçirlər Şirvan Salyan İqtisad coğrafi rayonunda Hacıqabuldan, Mərkəzi Arandır, Gəncə Daşkəsəndir, bir də Qazax Tovuz İqtisad coğrafi rayonlarından. Amma şimal istiqamətdə gedənlər keçir Bakıdan, Abşeron Xızıdan, bir də Quba, Xaçmazdan keçəcəklər. Yaxşı. Bəli. Dənizdə olan əsas neft yataqlarımız hansılardır? Dənizdə olan Azəri, Çıraq, Günəşli. Bəs qaz yataqlarımız hansılardır? Şua? Şahdəniz, Ümid, Abşeron. Tamamilə doğru deyirsiniz. Azərbaycan təbii qazla zəngin ölkədir. Təbii qazı tələbatı ödəmək üçün Şahdəniz qaz yatağından. Quruda əsas yataqlar hansılardır? Qaz yatağı, Qaradağ, Qobustan, bir də Qobustan, Gürcan. Gürcan, Zirə. Neftlə birlikdə çıxarılan qaz necə adlanır? Bilmirəm müəllim. Səmt qazı. PDF-də qeyd eləmişik. Neftlə birgə çıxarılan qaz adlanır səmt qazı. Aha. TAP var, TANAP var. Bir də xarici ölkələrin şirkətləri Azərbaycanın neft sənayesində emal prosesində iştirak edirlər. Hansı şirkətlərin adlarını çəkə bilərik?
BP var, Lukoil, sonra Statoil, Tatyol var. Norveçin Statoil'dur. Tpao Türk Petrolları. BP Britaniyanın British Petroleum, Lukoil'dir, Statoil'dir, Tpao'dur. Aydındır. Bəli. Bu faydalı qazıntıların çıxarılması nəyə səbəb olmuşdur? Torpaqların çirklənməsinə, Yəni Abşeron burada yarımadasında yararsızlığa nə düşməsinə, tələb olunur torpaqlarda? rekultivasiya, bərpası tələb. Torpaqların bərpası. Bir də ki, ekoloji vəziyyətin də faciəli vəziyyətdə, faydalı iri şəhərlərin kənarlarında faydalı qazıntıların çıxarılması bunu demişik. Bəli. Aydın oldu. Deməli, bax, Bəli. burada maraqlıdır. TAP hara qədər gedir? Yunanistan, Albaniya, İtaliya. Oradan ayrılır Bəli. SİP. SİP də gəlir Yunanistandan keçir. Orada Rumıniyadan keçir. Bolqarıstandan keçir. Türkiyənin arasından keçir. Gedir dünya bazarına. Yaxşı. Aygun xanım, quruda əsas Bəli. neft yataqlarını, qaz yataqlarını falan dedik. Elektroenergetika Azərbaycanda iki yerə bölünür. Hansılardır? İES-lər və SES-lər. İES və SES. Bəli. Hansı daha çoxdur? İES-lər daha çoxdur, 90%. İES-lər özü neçə yerə bölünür? Onlar da iki yerə bölünür. Dreslər və İEM-lər. Aha. Dres nədir, İEM nədir? Dresdə nə istehsal olunur, İEM-də nə istehsal olunur? Dresdə yalnız elektrik enerjisi istehsal olunur. İEM-də isə həm elektrik enerjisi, həm də buxar istehsal olunur. Bəs İEM nə ilə işləyir? İEM qaz və mazotla işləyir. Aha. Birisi Respublikamızda isə neftlə. elektroenergetikanın əsas mərkəzləri hansı iki şəhərdir? Əsas mərkəzi Mingəçevir və Şirvandır. Mən qeyd qrupuna bu gün atmışdım o İES-lərin adı Şimal İES-i, Cənub İES-i, nə bilim Azərbaycan İES-i olaraq xüsusi diqqət eləyərsiniz, bilmirəm. Nasbəri xanım istədi, mən də atdım. Mingəçevir və Şirvan şəhərlərindədir. Başqa Gəncə, Sumqayıt, Bakıda da var. Hansı şəhər energetiklər şəhəri adlanır? Mingəçevir şəhəri. Aha, Kürün üzərində ardıcıl tikilmiş SES-lər hansılardır? Qərbdən şərqə doğru zəhmət olmasa. Şəmkir, Yenikənd, Mingəçevir, Varvara. Şəmkir, Yenikənd, Mingəçevir, Varvara. Ən güclüsü Mingəçevir, sonra Şəmkir. Mingəçevirdir. Bəs Tərtər çay üzərində tikilmiş SES-lər hansılardır? Sərsəng su anbarı Tərtər çayda var. Aha, Cəbrayıldakılar hansılardır? Su qovuşan 1, su qovuşan 2. Bir də Güləbir, Güləbir Laçında. Cəbrayılda onlar demirəm. Cəbrayılda Xudafərin qız qalası tikilibdir. Bəli, bəli, Xudafərin. Su qovuşandır, Sərsəngdir, bunlar Tərtər çayının üzərindədir. Tərtərdədir. Təşəkkür eləyirəm, təşəkkür eləyirəm. Zəhra xanımdan davam eləyək. Zəhra xanım, eşidirsiniz? Bəli, bəli. SES-lər necə elektrik stansiyalardır? Tikintisi necə başa gəlir? Ətraf aləmi çirkləndirirmi? Buyurun. SES-lər, mənim SES-lər gec və başa gəlir. Ətraf ərazilər su altında qalır o tikilən zaman. Sonra lakin bunlar yəni daimi axar sularla işlədiyi üçün, istifadə edildiyi üçün ucuz enerji istehsal edir. Ona görə də Ətrafında nə tikilir? bu baxımdan sərfəli sayılır. Bir də ki, ətraf mühiti çirkləndirmir, təmiz qalır su elektrik stansiyalarında. Yaxşı, necə çaylarda tikilir? Axımı bol olan, düşməsi böyük olan çaylarda tikilir. Dağ çaylarına uyğun gəlir. Ay, sağ olun, dağ çaylarında. Bir çayın üzərində ardıcıl su elektrik stansiyası tikilibsə, kaskaddır. Əgər bir çayın üzərində su anbarı tikilibsə, bu çay necə çay hesab olunur? Axını tənzimlənən. SES-lərdən bir neçə məqsədlə kompleks xarakterlə istifadə olunur. Buna su axımının tənzimlənməsidir, balıqçılıqdır, turizm, sonra suvarma, irriqasiya məqsədi ilə, sonra elektrik enerjisi alınmasında, nəqliyyat məqsədi ilə, sonra su yarışlarının keçirilməsində də istifadə olunur. Modul tipli İES-lər var, onlar nə ilə işləyir? Gazla işləyirlər. Aha, ölkəmizin hansı ərazilərində var? Ölkəmizdə Xaçmazda, Quba, Astara,
Naxçıvan, Şəki, Naxçıvan, bəli, Şəkidə Xaçmaz. var. Ən birinci SES harda tikilibdir Ən birincisi ölkəmizdə? Gədəbəyin Qala kəndində. Gədəbəyin. Ən birinci İES harda tikilibdir? Bakıda qırmızı ulduzla bayır. Aha, qırmızı ulduz və bayıl. Avropada ilk açıq tipli dres hansı hesab olunur? Şirvanda. Aha. Şirvanda. Zəhrə xanım, deyin görək, metallurgiya neçə yerə bölündü? Metallurgiya qara və əlvan metallurgiya olmağı iki yerə. Yaxşı, metallurgiya Azərbaycanda nə ilə bağlı yaranmışdı? Neft, qazın, ən çox neft qazla əlaqədar olaraq, tələbat ilə əlaqədar olaraq bu boru, prokat, Aha, polad ölkəmizdə qara qara metallurgiyanın inkişaf etməsi üçün vacib olan sahələr hansılardır, şərtlər hansılardır və hansılar var? Birincisi xam maldır ki, o da var, dəmir filizidir. Sonra ucuz enerji var. Sonra ixtisaslı kadr tələb eləyir. Neft qazı dedik, tələbatdır, bir də yeni sahələrin yaranması. Qara metallurgiyanın əsas xammal bazası hansı hesab olunur ölkəmizdə? Hansı rayonda? Daşkəsəndədir, dəmir filizi. Daşkəsəndəki yataqların adı nə idi? Daşkəsəndə Dəmiroğlu idi. Daşkəsən Bəli, Cənubi Daşkəsən, Dəmiroğlu, Hamançay. Bir də Hamançay. Deməli, Azərbaycanda qara metallurgiyada fasiləsiz polad əridilməsində, polad tökmə qəliblərin hazırlanmasında hansı faydalı qazıntıdan istifadə olunur? Bentonik dilindən. Hardadır? Yataq. Qazaxdaydı da. Yatağın adı? Daş salahlı. Qara metallurgiyanın əsas xammalından biri də daş kömürdür. Düzdür? Azərbaycanda daş kömür yatağı hardadır? Yoxdur bizdə. Aysa, ona görə də qara metallurgiyanın inkişafında bir balaca ləngimələr olur. Qara metallurgiyanın əsas mərkəzləri hansılar sayılır? Gəncə Daşkəsəndir, bir də Abşeron. Qara metallurgiya əsasən nəyə meyl edir? Yanacağa, xammala, tələbata. Nəyə görə Gəncə Daşkəsəndə var? Həm xammal oradadır, Daşkəsəndə. Həm də ucuz Həm də enerji var da. enerji, bəli. Bəs nəyə görə Abşeronda? Burada da tələbatla əlaqədar olaraq məncə. Yəni neft sənayesinin tələbatı ilə. Polimetal filizləri var ha. Qara metallurgiyadır, yoxsa əlvan metallurgiya? Əlvan metallurgiya. Polimetal, poli çox deməkdir, polisentrik. Yəni konkret olaraq polimetal bir dənə metal deyil, onun tərkibində çox metal var. Bunu belə yadda saxlayaq. Yaxşı. Təşəkkür edirəm. Samrə xanımla davam eləyək. Samrə mənim. Bəli, işdir. Əlvan metallurgiyanın əsas xammal bazası hansı hesab olunur hocam? Alinit, boksit, nifilin. Azərbaycanda. Alunit. Alunit. Alunit yatağı harda idi Samrə müəllimə? Alunit yatağı Daşkəsəndə. Aha, Daşkəsəndə alunit hasil olunur. Oradan gətirilir Gəncədə Detal Albinum zavoduna. Quşçu Alabaşı vasitəsilə. Alüminium oksidi. Orada Alüminium oksidi alınır, göndərilir Sumqayıta. Aysa Sumqayıtda alüminium zavodunda nə alınır? Saf alüminium. Qəşəng. Müəllimə, respublikamızda əsas polimetal yataqları hardadır və yataqların adı? Naxçıvanda var, Parağaçay, Balakəndə, Zakat, Katəxçə, Müəllim, onun Bilişçay molibdendir, var. Parağaçay, Naxçıvanda. Necə? Naxçıvanda Parağaçay molibden yatağıdır. Naxçıvanda yəqin gümüşlü demək istəyirsiniz. Hə, gümüşlü. Buyurun, sonra.
Polimetal qədər. yataqları Yadımda hansılardır? Mənim səsimi zəif eşidirsiniz, siz müəllimə. Arada kəsilir. Hə, sizdə internet problemi var, çünki bir yoldaşlarda o sıxıntı yoxdur. Müəllimə, deyin görək, Naxçıvanda, ümumiyyətlə Azərbaycanda polimetal yataqları hansılardır, hansı rayonlarda? Yataqların adını desəm indi qarışdıraram, amma Balakən, Zaqatala, Naxçıvan, Balakən, Filizçay, Katexçay, Aha. Naxçıvanda Gümüşlü, Kəlbəcərdə də mehmanə. Mehmanə. Əlvan metallurgiya əsasən nəyə meyl eləyir? Elektrik enerjisinə. Bir də suya. Çünki filizi Suya. suxurdan su ilə ayırıb, enerji ilə qaynadıb istənilən hala salırlar. Düzdür? Ona görə su da lazımdır, enerji də lazımdır. Alüminiumun əsas xam mal nə sayılır Azərbaycanda? Alünit. Aha. Bu yataqdan çıxarılan xam mal Gəncədəki Gil Torpaq Zavodunda detalda göndərildikdə oradan alüminium oksidı alınaraq Sumqayıta göndərilir. Orada da saf alüminium alınır. Sumqayıtda böyük alüminium zavodu fəaliyyət göstərir. Xırdalığına qədər qeyd olunub da. Əlvan metallar neçə yerə bölünür? Əlvan metallar ağır, yüngül. Müəllimə, ağır əlvan metalların tərkibində qarışığın miqdarı çoxdur, yoxsa yüngül əlvan metalların tərkibində? Ağır. Ağır əlvan metalların tərkibində bəli, qarışıq çoxdur. Məsələn, mis. Ağır əlvan metallar ona görə hasil olunduğu rayonlarda saflaşdırılır. Çünki onu əgər daşıyıb başqa yerdə saflaşdırsaq, Samirə müəllimə, geri qaytarmaq üçün nəqliyyat xərcləri çoxalacaq və nəticədə məhsulun maya dəyəri nə olacaq? Yuxarı qalxacaq. Amma yüngül əlvan metalların tərkibində filizin miqdarı çox olduğundan artıq o ucuz enerji mənbələrinə qeyd olunur, aparılır ora, meyl eləyir. Gəncə alüminium zavodunda alüminium oksiddən başqa kalium gübrəsi, kalium duzu, sulfat turşası alınır. Yaxşı. Gədəbəydəki qızıl dünya bazarına hansı brend altında çıxarılır? Ayrım brendi. Ayrım brendi. Azərbaycanda əsas maşın qayırma sahəsi hansıdır? Neft maşın qayırması. Əsasən neft maşın qayırması. Aha. Dəzgah. Maşın qayırmanın əsas sahələrindən elektrotexnika var, cihaz qayırma var, avtomobil qayırma var, amma əsas sahə neft maşın qayırmasıdır. Elektrotexnikadan su qızdırıcıları hansı rayondadır? Bilmirəm onu. Baxmamısınız bu etapa. Kabel hardadır, akkumulyator, transformatorlar, işıq texnika avadanlıqları, star markalı televizor, soyuducu, kür kompüterləri. Salyanda yox. Müəllimə deyirəm sizi üçün. Su qızdırıcıları Salyandadır. Kabel Mingəçevirdədir. Akkumulyator, transformatorlar Bakıdadır. Star markalı televizor Şamaxıdadır. Soyuducu daha çox Bakıda istehsal olunur. Kür kompüterlərdə, bir aylıq ömrü olan kür kompüterlərdə Mingəçevirdədir. Avtomat cihaz qayırma Şirvandadır. Billur zavodu Gəncədədir. Neft qaz avtomat Bakıdadır. Geofizika zavodu Bakıdadır. Yaxşı, Oka markalı avtomobillər harda istehsal olunur? Gəncədə. Nazlifan, Naxçıvanda. Xəzər, Xəzər Gəncədə. Neftçala. Aydın olduğu müəllimə. Neftçalada. Kimya sənayesinin xam mal bazası tükənməzdir. Kimya çirkli sənaye sahəsi hesab olunur, yoxsa təmiz? Hocam, kimya sənayesi çirkli yoxsa təmiz? Bəli, bəli.
Çirkli. Yaxşı müəllimə, təşəkkür edirəm. Bəli. Gedişmələr olur sizdə internetlə bağlı. Keçək Səkinə xanıma. Səkinə xanım, iştirak edirsiniz. Bəli, mən bilirəm. Fosfat Bəli, müəllim. fosfat gübrəsinin xam malı hansıdır? Apatit fosforit. Ay, sağ olun. Azərbaycanda yodlu bromlu sular, mədən sular daha çox hansı ərazilərdədir? Neftçalada. Babacan. Abşeronda da var. Neftçala, Babazənə, Mişovdağ, Abşeronda Böyük Şor. Aha. Elə Abşeron göllərində əsas texnogendir, yodlu bromlu sulardır, yağış suları da əsas qida mənbəyi göllərinin. Yaxşı, kimya sənəsinin mənfi tərəflərini dedik, bəs müsbət cəhətlərindən hansıları qeyd edə bilərsiniz? Başqa sənaye sahələrindən birlikdə korporasiya şəklində əlaqələrə girir. Həm bir yerdə inkişaf edirlər. Tamamilə doğrudur. Duzdağ fizioterapiya mərkəzi hansı ölkə deyirəm, ərazimizdədir? Naxçıvanda. Naxçıvandadır, bəli. Yodlu bromlu sular konkret olaraq hansı rayonda xüsusi bir zavod fəaliyyət göstərir? Atdığım PDF-də də var idi. Neftçalada. Qeydlər qrupuna da atmışam bunu, bəli. Yaxşı. Meşə və tikinti sənayesindən danışaq. Nəyə görə tikinti sənayesi Abşeronda cəmlənmişdi? Tələbat orada çoxdur ona görə. Sement zavodu hardadır? Yatağın adı? Qaradağ. Aha. Travertin yatağı? Şaxtaq, Kəlbəcərdə Şaxtaqlı, Kəlgərli. Yox. Naxçıvanda Şaxtaqdır, Kəlbəcərdə də demişdim ki, isti su. İsti su, bəli. Tikinti materiallarının məhsulları hansılardır? Mərmər, cips, çınqıl, qum, daş. Bəli. Divar materialları, taxta, şarban, dəmir, beton konstruksiyalar və s. Kvaş qumları ölkəmizdə hansı ərazidə hasil olunurdu? Hacıbəyli Şükürə, Abşeron. Aha. Kvaş qumlarından nədə istifadə olunurdu hocam? O su istehsal edilir. Ay, sağ olun. Ölkəmizdə meşə sənayesi necə inkişaf edib? Zəif yoxsa güclü? Zəif. Meşə materialları daha çox hasil olunur. Əsas meşə ehtiyatları hansı ərazilərimizdədir? Lənkəranda, Zaqatala, Hacıda, Kiçik Qafqazda bir açıq. Kür ərazidə və Naxçıvanda meşə ehtiyatı yoxdur. Meşə sənayesinin məhsulları hansılardır? Ondan alınan, oduncaq kimi alınır. Bir də ondan istehsal olunur mebel, taxta, şalban, kağız. Selluloz kağızı var. Sellulozun istehsalı zamanı çoxlu su, kağızın istehsalı zamanı çoxlu enerji tələb olunduğuna görə selluloz kağız çoxlu su və enerji mənbələrinə meyl eləyir. Azərbaycanda selluloz kağızından kibrit istehsalı yoxdur. Görürsünüz, adi kibritlər alırıq, Rusiyanın yazıları falan. Bir dənə Azərbaycan yazısı var, yox. Düzdür? Azərbaycanda mebel sənayesi yerli xammala əsaslanır, gətirilmə xammala. Gətirməyə. Daha çox hansı ölkədən ixal edirik? Ukraynadan, Rusiyadan. Rusiyadan, indi Ukraynadan yox. Yunun ilkin emalı qrupu atmışdım qeydlər qrupuna. Hansı rayon? Yevlaxda. Xalçaçılıq daha çox. Hacıqabulda. Pambıq parça istehsalı. Mingəçevirdə. Bəli. Gəldik Azərbaycanın kənd təsərrüfatına. Azərbaycanın düzən ərazilərinin iqlimi necədir? Ümumi baxımdan. Qışı mülayim, yayı isti. Biraz nəzər tutulur. Qışı mülayim, yayı quraq, isti keçən nə? Yarım səhər quru çöl iqlimi. Quru çöl iqlimi. Bəs Azərbaycanda hansı iqlim tipi Aralıq dəniz iqlim tipi hesab olunur? Oxşayır, bənzəyir. Tropik. Qışı, yayı quraq keçən mülayim isti iqlim. Hansı ərazidədir? Lənkəran ərazisində. Hansı iqtisadi coğrafi rayonlarımızda suvarma olmadan əkinçiliyi inkişaf etdirmək mümkün deyil? Kür ərazidə, Naxçıvanda,
Sonra Abşeron iqtisadi rayonları nəzərdə tutulur. Bakıda Şirvan Salyanda, Milmuğanda, Mərkəzi Aranda, Naxçıvanda, Abşeron Xızıda, Bakıda. Düzdür, Səkinə xanım. Yəni bu iqtisadi coğrafi rayonlarda irriqasiya olmadan, suvarma olmadan əkinçiliyi inkişaf etdirmək qeyri-mümkündür. Amma digər məsələn Zaqatala Lahıcdır, Quba Xaçmazdır, Kəlbəcər Laçın indiki Şərqi Zəngəzurdur, Lənkəran Astarada dəmiyə şəraitində də əkinçilik mümkündür. Azərbaycanın kənd təsərrüfatında əkilən bitkilərdə daha çox pay hansı bitkilərin payına düşür? Dənli bitkilərinmi, yem bitkilərinmi, texniki bitkilərinmi? Dənli bitkilərin payına düşür, hə? Qeyd etdiniz də, səhv eləmirəmsə. bəli, mənim. İqtisadi rayonlarda istehsal edilən kənd təsərrüfatı məhsullarına qoyulan investisiyalar və yaxud onlardan götürülən büdcəyə görə, şeyə görə də belə deyək, gəlirə görə hansı iqtisadi coğrafi rayon liderlik eləyir? Eləyir. Əlbəttə, Qazax, Tovuz. Qazax, Tovuz o tərəf kartofçuluq falan var axı. Üzümçülük, kartofçuluq, üzüm bilirsiniz ki, özdə gəlirli sahədə. Bəli. Ölkəmizdə bitkiçilik necə torpaqlarda aparılır? Münbit torpaqlarda, suvarılan, bir də suvarılmayan torpaqlarda. Onu soruşuram elə. Suvarılan və suvarılmayan torpaqlarda aparılır. Hansı ərazilərdə suvarılmayan torpaqlarda, hansı ərazilərdə suvarılan torpaqlarda? Suvarılmayan torpaq, yəni dəmiyə əkinçiliyi olan torpaqlar, Şamaxı, İsmayılı, Şəki, Zaqatala, Quban torpaqları, Gəncənin torpaqları dəmiyə əkinçiliyidir. Aha. Amma suvarılan bütün düzən ərazilərimizdə qışı mülayim keçən yarım səhərə quru çöl iqliminin olduğu ərazilərdədir. Yaxşı, Səkinə xanım. Təşəkkür edirəm. Keçək Nasbər xanıma. Nasbər xanım. Bəli, mənim. Azərbaycanda bu qədər taxıl əkilir. Azərbaycan taxılı idxal eləyir. Niyə? Çünki Azərbaycanda yem taxılı əkilir ona görə. Taxıl yem məqsədi ilə əkilir. Tələbatımızı ödəmir. Hansı ərazilərdə əkilir suvarma şəraitində? Suvarma şəraitində deməli əsasən olacaq Suvarma şəraitində bir saniyə Cəlilabadda ola bilər, Biləsuvarda, əsasən Küraraz ovalığında yerləşən rayonlardır. Aha, İmişlidir, Saatlıdır, Sabirabaddır, Cəlilabaddır, Ağcabədidir, Beyləqandır, Bərdənin özüdür. Amma dəmiyə şəraitində qeyd etdiyimiz kimi. Olacaq Balakən, Zaqatala, Qax, Şəki. Ölkəmizdə həm yazlıq buğda var, həm payızlıq buğda var. Yazlıq buğda necə ərazilərdə, payızlıq buğda necə ərazilərdə əkilir? Deməli, yazlıq buğda əkilir, dağ ətəyi və alçaq dağlıq ərazilərdə. Amma payızlıq buğda əkilir düzənlik ərazilərdə. Aha. Heyvandarlığın əsas yem bazası hansı hesab olunur? Deməli, taxıl bitkilərdə arpa, buğda və s. Buğda yox, arpa. Buğdanı əsasən özümüz üçün istifadə edirik, həm də quşçuluqda istifadə edirik. Aydındır. Azərbaycanda çəltik əkinləri daha çox hansı ərazilərdədir? Ən çox Lənkəran Astaradadır, amma Şəki, Zaqatalada da müəyyən qədər var. Mən çəltik görmüşəm Şəki, Zaqatalada. Yox, Lənkəran Astarada çəltik görmüşəm mən. Çəltik əkinləri xüsusi var. Orada yəni görmüşəm necə yetişdirilir, necədir, nə cürdür görmüşəm. Ağdaşda da əkilir qeyd olunub, Lənkəran Astarada da, qismən Şəki, Zaqatalada. Ölkəmizin texniki bitkiləri hansılardır? Deməli, çaydır, tütündür, kartofdur, çəltikdir. Çəltik yox, pambıq deyək də. Pambıq ağ-qızıl hesab olunur. Düzdür? Hansı ərazilərimizdə əkilir? Əsasən Küraraz ovalığında əkilir, burada yerləşən rayonlarda. Məsələn, yenə bizim də rayonda Yemikli, pambıq zavodu var. Sabirabad, Saatlı. Bəli. Böyük Qafqazda Ağsu da əkilir yeganə. Bir dənə Ağsu da əkilir. Ağsu və Goranboyda pambıq əkilir. Pambıqçılıq ölkəmizin ixtisaslaşmış sahəsidir, yoxsa ixtisaslaşmamışıq bu sahə üzrə? İxtisaslaşmış sahə. Aha, tütünçülük hansı ərazilərdədir?
Yenə də əsasən Lənkəran Astarada və Şəki Zaqatalıda. Tütün fermentləmə zavodu var Şəki Zaqatalı bölgəsində ixtisaslaşmışıq. Tütünün hansı sortları yetişdirilir Azərbaycanda? Trabzon idi, Samsun idi, bir də iri yarpaqlı. İti yarpaq. Çayçılıq hansı ərazilərimizdədir? 2 rütbətli bölgə. Yenə də Lənkəran Astara və Şəki Zaqatalı. Aha. Yaxşı, gəldik. Üzümçülük bəs? Üzümçülük Dağlıq Şirvanda var, Gəncə Daşkəsəndə, Abşeronda. İxtisaslaşmış sahədir özdə. Mülayim istidə də yarım səhrada da becərilə bilər. Məsələn, Salyan bölgəsində yarım səhra iqlim şəraitində becərilirsə, məsələn, qeyd etdiyin bu Tovuzlu, Gəncədir, dağətəyi ərazilərdə orada qışı quraq keçən mülayim isti iqlim şəraitində də becərilir. Özdəki necə sahə hesab olunur? İxtisaslaşmış sahə hesab olunur. Azərbaycanda gec yetişən tərəvəzçiliyi hardadır? Gec yetişən Quba Xaçmazda, tez yetişən Lənkəran Astarada. Tez yetişən tərəvəzçiliyə nə deyirik? Faraş tərəvəzçilik. Faraş tərəvəzçilik deyəcək. Özdə ixtisaslaşmış sahəmizdir bizim. Bax, meyvə tərəvəz konservləri qeyd eləmişik ki, müəssisələr bir qayda olaraq Xammar rayonlarına meyl eləyir. Məsələn, Lənkəranda var. Meyvə tərəvəz konserv zavodları fəaliyyət göstərir. Bostançılıqdan qarpıza görə hansı rayon fərqlənir? Sabirabad. Sabirabad. Bir də Bakıda hansı rayon, ərazi, qəsəbə? Zirə. O yadımda deyil. Zirə qarpızı. Kartofçuluq hansı ərazilərdə dedik? Yenə də ən çox, deməli, bütün rayonlarda var idi, amma məhsuldarlıq ən çox Qazaq Tovuzda yüksəkdir. Sağ olun, Qazaq Tovuzda. Gəncə Daşkəsəndə, Qazaq Tovuzda, Qusarda, Cəlilabadda əkilir. Cəlilabadda qara torpaqlar var, orada əkilir. Nasbər xanım, təşəkkür. Aycun xanım. Bəli, müəllim. Ölkəmizdə tumlu meyvəçiliyi harda? Tumlu meyvəçilik Quba Xaçmaz. Çəyirdəkli meyvəçiliyi harda? Çəyirdəkli Naxçıvanda. Bəli. Qərzəkli Şəki Zaqatalı. qoz fındıqdır. Quru subtropik meyvəçiliyi harda? Küraraz ovalığı gedəcək. Aha. Sitrus meyvəçiliyi harda? Lənkəran. Lənkəran Cənub meyvəçiliyi harda? Bu Abşeronda olacaq. Üstə badam gedir də. Tut ağacları harda? Tut ağacları bilmir. Tut ağacları əsasən düzən ərazilərimizdə. Məsələn, bizlərdə falan əkilir. Bizim məsələn rayonda bəli, tut ağacları çoxdur. Gəldik bax əkinçilikdən bayaqdan danışırıq da, düzdür? İndi keçək heyvandarlıq, maldarlığa. Kənd təsərrüfatının ikinci mühüm sahəsidir heyvandarlıq. Heyvandarlığın inkişafı ilk növbədə nədən asılıdır? Yem ehtiyatlarından Yem ehtiyatından. Yem ehtiyatı deyəndə bu otlaqlar nəzərdə tutulur. Bəli, yay və qış Respublikamızda həm yay otlağı var, həm qış otlağı var. Yay otlaqları necə ərazilərdir, qış otlaqları necə ərazilərdir? Yay otlaqları dağlıq ərazilərdədir, qış otlaqları isə düzən ərazilərdir. Nəyə görə qış otlağı düzən ərazilərdədir, yay otlağı dağlıq ərazilərdədir? Düzən ərazilərdə qışın mülayim keçdiyinə görədir. Qışı mülayim, yay sərt keçdiyinə görə. Bəli. Dağlıq ərazilərində qışı sərt, yay mülayim keçdiyinə görə düppədüz deyirsən. Düzən ərazilərimizdə bəzən qarşımıza çıxır ki, deyirlər ki, yay otlaqlarının sahəsi getdikcə azalır. Niyə? Yəqin şoranlaşmaya görə olar. Şoranlaşmaya dəxli yoxdur. Yadınızda saxlayın. Birinci əkin sahələri çoxalır. İkinci də həddən artıq otarılma qış otlaqlarının sahəsinin azalmasına səbəb olacaq. Yaxşı. Respublikamızın hansı ərazilər daha çox qış otlaqları kimi təmsil olunur? Küraraz ovalığı qış otlağı kimi təmsil olunur. Aha. Yay otlağı isə dağlıq ərazilərdə, məsələn, Şəki Zaqatalı olar, Gəncə Daşkəsən, Tovuz, Qazaq. Tovuzdur, bəli. Şirvan Salyandır, Mərkəzi Arandır, Şirvan Salyan, Mərkəzi Aran, Milmuğan. Bunlar da yay otlağıdır. Üzr istəyirəm, qış otlağıdır. Amma dağlıq ərazilərimizdə yay otlağıdır. Dağlıq rayonlarda daha çox hansı təsərrüfat sahəsindən istifadə olunur? Subaltı çəmənliklərində falan.
Arıçılıq, hani arıçılıqda, bəli. Bəs şəhər ətrafında daha çox necə şəhər ətrafında quşçuluq. məsələn əsasında. quşçuluq siyəzəndə broiler idi, xaçmazda hansı idi? Xaçmazda. Kim deyər? Bilmədim Bilən mən. desin. Çarxı. Yadda saxlayın. Yaxşı. Yaxşı. Yaxşı, Xəzər dənizinə çıxışı olan iqtisadi coğrafi rayonlarda isə balıqçılıq Balıqçı. təsərrüfatı. Bəli. Məsələn, Neftçalada Banka. Respublikamızın hansı iqtisadi coğrafi rayonlarında camış bəslənir, saxlanılır? Camış səhv eləmirəmsə lirik yardımlı tərəf. Yox. Leriş yardımlıda zebu, zebiyə bənzər Şəki mallar. fəqət alaydı, bəli. Camış o dağda gəzə bilməz Aygün xanım. Bəli. Düzən ərazilərdə daha çox. Kür Arazovallında, Şəki Zaqat alanda nisbətən aşağı hissələrində. Yaxşı. Bəli. Qoyunçuluq necə sahədir? Qoyunçuluq Azərbaycanda inkişaf edib də geniş yayılıb. Aha, həm yay otlaqlarında, həm qış otlaqlarında var. Yemə tələbatı azdır. Tez artır, 6 aydan bir bala verir də. Az əmək Bəli. tutumludur. Aydın oldu. Bəli. Yaxşı. Qoyunçuluq nəyə görə Azərbaycanda zəif inkişaf eləmişdi və hal-hazırda sayı çoxalmaqda davam edir? Kiçik Qafqazın işğalı ilə bağlı idi. Mənfi təsir eləmişdi qoyunçuluq. Bəli. Çünki orada yay otlaqlarımız hamısı əsarətli idi ona görə. Bax, qoyun cinsləri var. Naxçıvanda hansı? Naxçıvanda balbas. Aha, Abşeronda Qala. qala qoyun cinsləri. Ağcabəddə var idi, yadımdan çıxdı, kim deyər? Ağcabəddə qoyun cinsi var idi. Onu bilmirəm mən. Ağcabəddə qoyun cinsi, qaradolaq qoyun cinsləri yetişdirilirdi. Ağcabəddə qaradolaq qoyun cinsləri var, yadında saxla. Yaxşı, təşəkkür edirəm, keçək Zəhrə xanıma. Zəhrə xanım, baramaçılıq dediyi hansı ərazilərimizdə olacaq? Baramaçılıq müəllim Qarabağdaydı. Kür Arazda, Naxçıvanda. Barama nədən alınırdı? İş prosesi nə idi onun? Barama müəllim tut yarpağından Tut ağaclarının yarpağından alınırdı da, düzgün deyirsən. Qarabağda. Necə müəllim? Tut ağaclarının yarpağından alınırdı. Bəli, tut yarpağından. Zəhrə xanım, təsərrüfatın ərazi quruluşuna görə iki forması var idi. Keçdik təkrara. Polisentrik, Təsərrüfatın monosentrik, düzdür? bəli. Polisentrik hansı ölkələr üçün, monosentrik hansı ölkələr üçün? Polisentrik yəni inkişaf etmiş ölkə, monosentrik inkişafda olan ölkələr. Tamamilə doğrudur. Polisentrik quruluşa malik olan ölkələrdə iqtisadi rayonlar ayrılırdı, 4 dənə. Yadınızdadır ya, mən xatırladım. O tənəzzülə uğramış, Aha. onlar deyirsiniz. Yüksək inkişaf etmiş. Bəli, yüksək inkişaf etmiş. Yüksək inkişaf etmiş Şimali Amerika şimal şərqi idi. Qərbi Avropada və Elə demək məncə düz Yaxın olmaz. olmaz. Belə ona qalsa Qara İngiltərədə, Qərbi Avropada. Ona görə diqqətli olaq. Bax, yüksək inkişaf etmiş. Köhnə sənaye, aqrar rayonlar, yeni mənimsələnən rayonlar. Yüksək inkişaf etmiş ABŞ-ın Kaliforniyası, New Yorku, İtaliyanın şimalı, Paris, London, Almaniyanın cənubu. Baxın, İtaliyanın şimalı yüksək inkişaf etmiş rayonda, İtaliyanın cənubu aqrar rayonda. aqrar, bəli. Bax, belə şeylər var. Aydın oldu. Bəli, mən. Yaxşı, mənə de görək, bəs Alyaska, Grenlandiya, Avstraliyanın səhraları? Yeni mənimsənləndi olar. Aha. Onlar yeni mənimsənləndi. Yeni mənimsənilən rayonlar hesab olunur. Hazır məhsulun istehsalında iştirak edən müəssisələr arasındakı əlaqə necə adlanır? Daha çox maşın Hazır qayırma məhsul- müəssisələrində tətbiq olunur. Mənim necə səs qırıq gəldi. Hazır məhsulun istehsalında iştirak edən müəssisələr arasındakı əlaqəni biz nə adlandırırdıq? İxtisaslaşma, təmərküzləşmə, kooperativləşmə, kombinləşmə, kombinat nə? Hazır məhsulda
Kombinləşmə edilir, kesin. Texnoloji cəhətdən bir-biri ilə qarşılıqlı əlaqədə olan istehsal sahələrinin kompakt ərazidə, yəni bir ərazidə birləşməsi kombinələşmə idi. Hazır məhsul istehsalında iştirak edən müəssisələr arasındakı əlaqə kooperativləşmə idi. Yadındadır? Mən onu Şirvan Salyanla stat çəkmişdim. Dərsliydin yoxsa yox? Dərsliydim mən. Aha. Ancaq mən nə eləməm. Mənə de görək hələ baca. Netpark hansı? Netpark Hansı ölkədə? Texnopolis. Netpark Yaponiyada. Netpark diqqətli ol, yadından çıxartma. Netpark idi, Cambridge idi, Technium idi. Ha, Britaniyada. Z-Park. Z-Park. Z Parkı Çində idi. Kansai elm mərkəzi. Kansai Yaponiyada. Aha. Bəs Cummings Tədqiqatlar Parkı? ABŞ-da. Aha. Sofia Antipolis. Fransada. Otaniemi. Finlandiyada. Əlavə bir məhsul vahidinin istehsalı üçün tələb olunan əlavə xərclər necə adlanır? Son hədd xərclər. Aha. Amma ondan gələn gəlirsə əlavə fayda? Son hədd fayda. Təsərrüfatın inkişafının ilkin vaxtlarında iqtisadi və maliyyə imkanları məhdud olduğu hallarda həyata keçirilməsi mümkün olan alternativ seçim. iki proqram olur. Bu zaman ehtiyatda qalan layihənin qiyməti necə adlanır? Alternativ dəyər. Yəni götürdüyümüzün qiyməti deyil, ha, ehtiyatda qalanın qiymətidir. Amma götürdüyümüz nə adlanır? Alternativ seçim idi. Ay, sağ ol. Tamamilə doğrudur. Tamamilə doğrudur. Görək nə qaldı. Təşəkkür edirəm bu arada sizə. Samira xanım, eşidirsiniz? Bəli. GMO ilə orqanik məhsulların fərqi nədir idi müəllimə? GMO geni modifikasiya olunmuş məhsullardır. Kənd təsərrüfatının dərinliyə inkişafında əldə olunur. Orqanik təbii gübrələrlə bəslənmiş. Hansı sağlam qida rasionu hesab olunur? Hansı sağlam? Təbii ki, orqanik. Əkinçilikdə məhsuldarlığı aşağı olur. Orqanik. Zərərvericilərə qarşı dözümlü olur. GMO-lu məhsullar. Qiymətləri çox yüksək olur. Orqanik. Ekoloji cəhətdən təmiz olur. Orqanik məhsullar. Aha. Aha. Yaxşı müəllimə, deyin görək. Şəkər çuğunduru ilə şəkər qamışının yayıldığı areallar, iqlim qurşaqları üzrə deyə bilərsiniz? Şəkər çuğunduru mülayim qurşaqda, subtropikdə də becərilir. Şəkər qamışı adətən subekvatorial. Müəllimə, yunluq istiqamətli qoyunçuluq, düz deyirsiniz, düzgündür. Yunluq istiqamətli qoyunçuluq var, ətli istiqamətli qoyunçuluq var. Hansı hara meyl eləyir? Yunluq ətlik. Yarım səhrada saxlayırlar adətən. Hansın? O dəqiq deyə bilmərəm. Yo, məntiq fikirləşin, məntiqlə tapacaqsınız hocam. Ətlik və yunluq. Yox, biri var yunluq, biri var ətlik. Səhrada ot var ki, o ot yiyə, ətə qana gələ, belə deyək. Yox. Demək olar ki, yoxdur. Onda belə çıxır ki, səhra və yarım səhralarda hansı istiqamətli qoyunçuluq? Yunluq, dərisinə görə, yununa görə olar. Aha. Belə ki, məsələn, müəllim Avstraliyanın merinos qoyun cinslərini stat çəkmək olar, yunluq istiqamətli. Amma yemi olan ərazilərdə ətli istiqamətli qoyunçuluq. Mən dünya təsərrüfatından danışanda heyvandarlıqdan sizə qeyd etmişdim ki, ətli istiqamətli maldarlıq var, südlü istiqamətli maldarlıq var. Hansı quru ota, hansı yaşıl ota meyl eləyir? Süd yaşıl ota, südlük, ətlik quru ota.
Tamamilə doğrudur. Dırnaqarası qoyunların sayına görə birinci yerdə duran ölkə. Qoyunlar ölkəsi. Avstraliya. Avstraliya. Qarğıdalının vətəni hara hesab olunur? Cənubi Amerika. Amerika qitəsi. Müəllimə, Bəli. yumşaq buğda var, bərk buğda var. Bəli. Yumşaq buğdanın vətəni hesab olunur, bərk buğdanın vətəni hara hesab olunur? Zəhmət olmasa qeyd edin. Yumşaq buğda Efiopiya, bərk buğda Qafqaz. Necə? Səhv dedim. Bərk bu Efiopiya yumşaq buğdadır. Efiopiyanın vətəni bərk buğdadır. Bərk. Yumşaq buğdanın vətəni Qafqaz hesab olunur. Yaxşı hocam? Bəli. Bəli. Yadda saxlayın bunu da. Yaxşı müəllimə, deyin görək. Eşidirsiniz məni? Çəltiyin Bəli, bəli. əkildiyi regionlar hansılardır? Əsasən Cənub-Şərqi Asiyada Müəllimə, yetişdirilir çəltik. hə, dediklərimi soruşuram son olaraq bir sual. Şərqi Afrikada daha çox hansı bitki əkilir, Qərbi Afrikada hansı bitki? Vətəni hansı bitkinin vətəni Qərbi Afrika, hansı bitkinin vətəni Şərqi Afrika dediyimi soruşuram. Qərbi Afrikada kakao. Ay, sağ olun. Şərqi Afrikada Şərqi isə Afrikada isə əkili qəhvə əkinləri çoxdur. tamamilə doğrudur. Təşəkkür ay müəllimə. Təşəkkür. Aha. Səkinə xanımla da sual cavab eləyək, sonra vəsə. Səkinə xanım, kənd təsərrüfatı bilir ki, maddi yoxsa qeyri-maddi istehsal sahəsinin sahəsidir, qeyri-maddinin sahəsidir. Həm maddi, həm qeyri-maddi. Tam nəqliyyat demirəm ha, kənd təsərrüfatı deyirəm. Maddi. Maddinin. Kənd təsərrüfatı iki yolla inkişaf eləyir. İntensiv, ekstensiv. Ekstensiv. İntensiv nədir, ekstensiv nədir? İntensiv yol, intensiv üsul, ərazi azdır, amma daha çox məhsuldar. Ekstensiv isə ərazi çox, məhsul almasına ərazini böyüdürlər. İntensivdə isə məhsuldarlığı Əkin artırırlar. sahələrini çoxaldırlar, heyvan-qaranın sayını artırırlar, işçilərin sayını artırırlar, bu olur ekstensiv. Əkin sahələrini çoxaltmadan, heyvanların sayını artırmadan, aydın oldu, gedən prosesi isə biz deyirik intensiv. PDF-ə Nihat, indi baxıram, PDF-də Nihat Həziyev yazılıb, C hərfini siliblər. Ay, sizə nə deyim mən, PDF-i düzgün qeyd almayıb. Yaxşı, var əmtəlik tip, var istehlak tip. Hansı inkişaf etmiş ölkələr üçün, hansı inkişafda olan ölkələr üçün? İnkişaf etmiş ölkələr üçün yüksək əmtəlik tipi, inkişaf etməkdə olan ölkələr isə istehsal tipi, yəni xışlı kötanlı əkinçilik tutur. Tamamilə doğrudur, tamamilə doğrudur bacı. Sonra Avropanın ucqar nöqtələrindir. Baba bu Northkin, baba Yo, Avropa. Şimalda Nordkin. cənubda Roka. Marokko, üzr istəyirəm, Marokko. Qərbidə Roka, şərqdə şərqdə Uralın, şimal, Ural şərqi. dalı. Deməli, şimalda Nordkin hansı ölkədə? Mənim yadımdan çıxır. Norveçdə. İşte, Cənubda Marokko hansı ölkə? Portuqaliya. İspaniya. Qərbdə İspaniya. Roka hansı ölkə? O Portuqaliya. Böyük Britaniya. O Portuqaliya. İkisi də Acun Pirney yarımadasında, Səkinə xanım Pirney yarımadasında yerləşir də. Roka da Marokkoda. Aydın oldu. Amma Roka yerləşir Portuqaliyada, Marokko yerləşir harda? İspaniyada. Yadda saxlayaq bunları. İqlim quşaqları olaraq da şimal yerləşir subarktikdə, cənub yerləşir subtropikdə, aralıq dəniz iqlim tipində, həmçinin qərbdə yerləşir subtropik aralıq dəniz iqlim tipində,
Şərq yerləşir. Onu subarktik də deyirlər, mülayim də deyirlər. Çox vaxtı xaos yaradır. Cənubi Amerikada ən böyük dövlət sahəsinə görə hansıdır? Braziliya hansı dil ailəsinə aiddir? Hind-Avropa dil ailəsinə. Hansı dil qrupuna? Ana dili Portuqal dilidir. Roman dil qrupuna. Roman dil qrupuna. Braziliya dünyaya hansı faydalı qazıntı ilə hegemonluq eləyir, belə deyək? Dəmir filizi. Braziliyanın ərazisi idarə etmə formasına görə nədir? Respublika. İnzibati ərazi quruluşuna görə. Unitar. Braziliya regionların sosial-iqtisadi inkişaf proqramına nail olmaq üçün paytaxtını sahil bölgədən mərkəzi bölgəyə keçirən ölkədir. Braziliyada hansı relyef forması var? Məşhur. Yuxarı kəllə-qənd. Şəkər başlar. Yaxşı. Braziliya Cənubi Amerikada hansı iki ölkə ilə sərhəd deyil? Müəllim, Braziliya federativdir axı. Hədə federativdə. Bəs Aygün nədir? Səçnə nədir ki? Yo. Braziliyada, Argentinadır, Venezuelada, ABŞ-dır, Kanadadır, St. Kitts və Nevis. Amerika qitəsinin federativ ölkələrdə ola bilər, fikrimdən yaydım. Braziliya federativdir, Səçnə xanım. Braziliya Cənubi Amerikada hansı iki ölkə ilə həmsərhəddir? Sərhəd deyil. Çili ilə Boliviya. Yox, Boliviya. Ekvadorla. Ekvador və Çili ilə həmsərhəd deyil. Yaxşı. Adın çəkdiyin iki ölkəyə aid iki dənə adadır. Çili odlu torpaq. Ekvador Galapagos'a aiddir. Galapagos Ekvadora aiddir, Pasxa da Çiliyə aiddir. Yaxşı. Odlu torpaq onda müəllim Argentina aiddir. Çili Argentinadır. Odlu torpaq o Çili Argentina yerləşir. Sakit Okeanda, amma Pasxadası. Yaxşı, bu qədər.